Salam aleyküm. Xoş gördük əziz göyərçin sevənlər. Nömrə 1 Göyərçin klubunun hakimlər heyəti və yarışmaçılar bir araya gəlibdi. Lənkəranındayıq. Lənkəran bizim Azərbaycanın gözəl bölgələrindən biridir. Sitrus meyvəçiliyi inkişaf eləmiş bölgələrimіздəndir. Lənkəran mərd insanların yurdudur. Şəhidlər, qəhrəmanlar yurdudur. Allah şəhidlərimizə rəhmət eləsin. Amin, Allah rəhmət. Biz onların ruhu qarşısında baş əyirik. Göyərçin də bizim hobbimizdir. Dostlarla bir araya yığışmışıq. Gəlmişik biz burada Anar qardaşımızı ziyarət edirik. Nömrə 1 Göyərçin klubunun yarışmaçılarındandır. Yarış iştirakçısıdır. Quşların uçuşundan bizim Təbriz qardaşımız məhsuldur. Yəni necə? Quşları Anar qardaşın, heyvanlarını Təbriz qardaşımız hazırlayacaq. Ona uğurlar arzulayırıq. İnşallah yaxşı nəticələrlə qarşılaşarıq. Burada mənim sağ tərəfimdə bizim klubun ağsaqqalları, Mehman əmi, Təşəkkür dayı, həm də hakimlər heyəti əyləşibdir. Bizim digər həm yarışmaçı, həm iştirakçı Famil qardaş hakimdir, burada yoxdur. Novuz qardaş bizim hakimimiz buradasan, sənə də salamlayırıq. Çox sağ ol, əziyyətimizi çəkirsən. İndi sözü elə ötürəm Mehman əmcilə. Qoy onlar da danışsınlar. İnşallah. Digər bizim onu da qeyd edeyim ki, yarışma iştirakçımız Cəlilabadda Elşən qardaşımız da buradadır. Elşənə də bir zəhmət olmasa kadra götür. Elşən, sən də xoş gəlmişsən Lənkərana. Sənə də uğurlar arzulayırıq. Anar qardaşa da. Buyur. Salam aleyküm. Əvvəla xoş gəlmişsiniz. Bizim yurdumuza deyim, vətənimizə, Lənkəranımıza. Allah hər birinizə can sağlığı versin. Bəli, bizim qardaşımız Anar da köynə quşbazdır. Yəni ki, belə quşbazlar var, gətirirlər oradan buradan. Bu quş gətirməz. Əgər sənin sözümün qüvvəti Elşən, quş gətirməz. Yəni öz hazırladığı heyvanlardır. Xeyirli olsun inşallah. Mən də Anar qardaşımıza uğurlar arzulayıram. Təbriz qardaşımıza uğurlar arzulayıram. Düzdə heyvanlar Anarındır, ancaq Təbriz bunlarla məşğul olur. Allah Təbrizə can sağlığı versin, Təbrizin Allah Teala əziyyətin başa verməsin inşallah. Amin. Xeyirli olsun. Təşəkkür, buyur qardaş. Mən də öz adımla hamını salamlayıram, var mikrofon var, narahat olun. Allah xeyri versin qardaş. Allah əziyyətini yerdə qoymasın. İnşallah yaxşı nəticələr sizə arzulayıram. Uğurlar, hamımıza uğurlar. Mən də qardaşı salamlayıram. Sənə uğurlar arzu edirəm. Qəşəng heyvanlarım var, maşallah olsun. Hələ, hamıya uğurlar arzu edirəm, bütün qrupdaşlara. Allah xeyir versin. Allah xeyir versin. Allah hər bir iştirakçıya xeyir versin. Amin. İnşallah yaxşı saatlərlə qarşılaşsınlar Allahın köməyi ilə. Allah onların əziyyətini boşa verməsin inşallah. Heç biri. Cəmi kim qrup quşdurdacaqlar yarışda, əziyyət çəkəcəklər. Allah onların hamına kömək olsun inşallah. Amin. Mehmanım, 2027'də inşallah canım zonasını toplayırsan, hakimi sən olursun. Canım zonasından quşdurduruq. İnşallah. Təbriz sən də Lənkərandan Cəlilabada qədər. Lənkəran, Astara, Masallı, Cəlilabad. Cəllabadı yığa bilərsən sən quşlar. Ha, niyə yığmırıq ki? Yavaş İnşallah. Allah xeyiriniz versin inşallah. Allah xeyir versin. Nə üçün elə? Maşallah, hamı canım zonası. Evet. Yəni bunlar elə mənə deyiblər o sözü. Bəyə də ki, lazım olsa, elə bunlar özləri hamımız yanımızda olarlar. Nə fərq var? Buradan yığar yoldan, uçurdar Cəlilabaddan belə. Elə deyil. Əlbəttə. Təbriz, inşallah quşları sən hazırlayasan, bayaq da qeyd elədik. Allahın izni ilə nəticə nə görürsən? İnşallah necə olacaq bizim nəticəmiz?
İnşallah yaxşı olar da. Əvvəla salamlayıram Bəli. qonaqlarımızı. Hamısına uğurlar arzulayıram. İnşallah yaxşı olar. Allahın İnşallah. köməyi ilə. Göyərçindi də uçurdar Allahın köməyi ilə inşallah yaxşı nəticə verərlər. Amin. Allah xeyir versin sənə. Sağ olun, Elə çox sağ olun, minnətdaram. uğurlarla qarşılaşasan. Sağ olun. Maşallah olsun, dömələr bərk olsun. Allah xeyrini versin. Sağ olun. Amin. Novruz, mən onu da qeyd edeyim ki, biz indi buradan yəni çəkilişdən sonra bizim Lənkəranda nömrə 1 Göyərçin klubunun digər bir iştirakçısı var. Gözəl insan, gözəl ağsaqqal Tariel əmi. Oradan elə gəlmişkən Lənkəran səfərinə həm də Tariel əmini gedib ziyarət eləyəcəyin, onun quşlarını da çəkişini, təqdimatını, yəni bizi izləyən göyərçin hobbisi olan insanlara, göyərçin sevənlərə yəni nümayiş etdirəcəyik ki, Lənkəranda Tariel əmi necə quşlar saxlayır.